Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şəhərsalma və memarlıq ili çərçivəsində Mühəndislər Şeyxi Əcəmi Naxçıvani adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Əcəmi Naxçıvaninin Azərbaycan Memarlıq Məktəbinə bəxş etdiyi misilsiz töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, onun yaratdığı memarlıq nümunələri bu gün də öz möhtəşəmliyi və estetik dəyəri ilə seçilir. Bildirilib ki, Əcəmi Naxçıvaninin zəngin irsi milli mədəni dəyərlərimizin mühüm tərkib hissəsidir. Bu ilə bağlı Naxçıvan Muxtar Respublikasında müxtəlif tədbirlər həyata keçirilir. Eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə bir sıra tədbirlər reallaşdırılır. Bugün keçirilən tədbir isə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən müəssisələrdə yeni fəaliyyətə başlamış gənclər toplaşıblar. Məqsəd Naxçıvan Memarlıq Məktəbinin banisi olan Əcəmi Naxçıvaninin şah əsəri Möminə Xatun məqbərəsi və Yusif Küseyroğlu türbəsi ilə bağlı mütəxəssislər tərəfindən onlara geniş məlumatların verilməsi və tanış edilməsidir. Qeyd edək ki, Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Əcəmi Seyrangahı, Möminə Xatun və Yusif Küseyroğlu türbələrinə ekskursiya da təşkil olunub. Ekskursiya zamanı əməkdaşlara mühəndislər tərəfindən abidənin memarlıq xüsusiyyətləri izah olunub, onların tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Möminə Xatun və Yusif Küseyroğlu türbələrində olduq. Ekskursiya zamanı AMİA'nın Naxçıvan bölməsinin əməkdaşı bizə struktur barəsində hər iki abidədən məlumat verildi. Eyni zamanda ekskursiya keçirildi. Bir gənc olaraq belə maarifləndirici tədbirlərin keçirilməsi bizim üçün də çox xoşdur. Pərvin Səfərzadə, Təxminə Babayeva, Emin Babayev, NTV Xəbər.